Axşamki yağışın nəticəsinə baxın. Bu da bizim avtozavodun mükəmməl tərəfləri. Çaylar gedir, çaylar. Dayan, gidip o baştan çəkəcəm. Baxın. Ya da safari kontrolden verebilir. Özüne verebilir. Aa, bu ne bir oldu? Getdik Qaqaşla yanımızda şvabra aldıq. Şvabramız qırılmışdı. Getdik şvabramızı aldıq. Şvabramız var. Şvabradır da bunun adı. Bu nədir? Bunun adını deyil. Şvabra. Paspası. Paspas Türk dilindədir. Bunlar paspas deyirlər. Bir də Rəniyə pilgulka aldıq. Ver. Ne kadar üstünde? Getdik. Bir dənə də Rəniyə bir də o gündən istəmişdi pilgulka aldıq. Həm də özüm istifadə edirəm, həm də Rəniyə istifadə edir. Elə görüm. Bu da ne de orada tertiler. He. Kaç yıkımın yağmurlu hamma gülü. Onu burada dolamadı. Neyse. Yani de onu sen dolan. Zaten yok zaten uzun normal uzun. İndi köy açtı. Ama yaptı. Köy açtı indi. Allah bu böyle diyor. Vallahi bu böyle diyor. Her an Allah rahmanı da oyanlar. Bu ne tepel oldu? Bu ne tepel? Düğümler böyle pat. Allah bütün düğünler açsın. Bu kadar. Sen var. Da. Ben oymada rostuma da xeyirdir. Ben kiloma da ağırlığıma da xeyirdir ama. Həqiqətən qızlar çox qəşəngdir. Çox qəşəng idman növüdür. Düzdür, mən kökələn... Ay, quşun səsin batır. O getdi. Düzdür ki, mən kökələn deyiləm. Mən belə gündə bir quzun da yesəm kökəlmirəm də. Yəni elə şey deyiləm də, kökəlməyə meyilli deyiləm. Bu arada əvvəl elə idim ha. Sonradan bu bir neçə ildə bu qan problemim olandan sonra yəni o kökəlməyə meyilliyim getdi. Hə. Qaqaş o qədər meyillidir ki, 49-dan 50-yə qaldıramırıq, gəskər aparsınlar. Çox meyilliyəm bir Hə. Amma o tək belə kilo atmaq üçün və yaxud da kilo, yəni kiloya daxilsi olan bir şey deyil də. O hər tərəfdən bədənin müqavimətini, hər şeyini belə canlandırır da pilgulka. Ona görə də almışam, həm Rəna eləsin, həm də özüm eləyim. Xanımlar, bir şey paylaşım, bir şey deyim sizə. Bilirsiniz, əvvəllər mənim burada köməkçim var idi. Səbinə adlı gözəl göcək bir xanımla birlikdə işləyirdik biz. Kanal işlərində mənə kömək eləyirdi. İndi mənə daha çox lazımdır. Çünki mən işləyirəm, iş, ev, uşaqlar deyə. İşte bütün gün telefondan zaten çəkiliş eləyəndə bir çox vaxt telefondan oynadığıma görə qalan vaxtlarda istəmirəm. Qızlara da çox cavab yaza bilmirəm. Cavab yazmaq kanal üçün də yaxşıdır, qızların ünsiyyət üçün də yaxşıdır. Ona görə mənə vaxt ayıra bilmədiyimə görə yenə də mənə bu kanal işlərində kömək eləyəcək bir xanım lazım idi. Qaqaşda çünki eləmir, əvvəl eləyirdi, indi eləmir. Həm də daha çox mən kanalımı açmışam ki, gözəl günlərimi paylaşım, getdiyim, gəzdiyim, yediyim, içdiyim. Çünki mənim həyatımdır. Bura mənim həyatımın gündəliyidir və mən bunu işlətməyi çox sevirəm. Məsələn, oturub keçmiş köhnə vloqlarıma baxanda çox kövrəlirəm. O günləri, bir də yaşaya bilməyəcəyim günləri burada xatirə kimi saxlamışam. Həm də ki, sevirəm mən kanal işlətməyi, sevirəm, aktiv olmağı sevirəm. Nəysə bunlar öz yerində. Amma ki, mən kanalı açmamışam ki, mənə əsəbimi pozsunlar, məni stresə salsınlar, məni
özlərinin ağlınca stresə salsınlar, qanımı qaratsınlar. Mən bunları istəmirəm. O bəzi yazıları görmək belə istəmirəm. Bəzi yazılar mənə heç maraqlı da deyil. Kim haqqımda nə danışdı, mən heç onların dilini bilmirəm. Onların yazdığı dili oxuya bilmirəm. Ha baxıram hərflərə deyirəm, görəsən nə yazıbdı? Bilmirəm, danışıqlarını da başa düşə bilmirəm. Hansı dildə danışırlar bilmirəm. Mən o dilləri başa düşmürəm də. Görəsən nə dilində danışırlar? Nəysə, bu kimi səbəblərə görə qızlar, o təsdiqlənəcək yazıları təsdiqlənmək belə olsa, təsdiqləməmək belə olsa, onları görmək istəmədiyim üçün burada başqa bir xanımla işləməyə qərar verdik. Daha doğrusu artıq mənim ekopark videomu yadınızdadır. Ekopark videomdan 1-2 video bu tərəfə, ekoparkdan 2 video əvvələ qədər artıq biz o xanımla az çox işləməyə başlamışıq. Tam şəkildə də yox, amma az çox işləmişik. Bəzi ekran video qapaq şəkillərimi düzəldibdi, yerləşdiribdi kanala. Bəzi ürək falan atmaq lazım olanda, yəni çox cavabları təbii ki özüm vermişəm, amma çox ürək atanda, nə bilim çiçək atanda o xanım eləyibdi. Şəxsi yazılara yenə də özüm, yəni demirəm ki, tamamilə əlimi çəkirəm. Xeyr, özünüz də görəsiniz ki, şərh bölməsində bir-birimizdən yazışarıq, danışarıq. Amma akaunt olaraq da o fərqli akauntdan cavab yazacaq. Onu da özünüz də görmüş olacaqsınız. Yəni buradan deyim, xəbərdar olun. Artıq biz kanalı 3 nəfər işlədirik. Mən, oğlum və bir də o xanım. Özü istəsə məlumat verər öz haqqında, istəməsə də yəni belə qalır. Kızlar, kitabı bitirdim. Okudum kitabı bitirdim. Az önce bitirdim kitabı. Kitap hakkında düşüncelerim aslında böyle şey kimi insanı belə özünə çəkin belə buraxmayım kimi bir şey yox idi kitabda. Çox da belə deyim ki, məni məndən aldı. Yox, elə bir şey də deyildi. Yəni normal kitab idi. Bir xanımın xəstə olub da həyatla mücadeləsini. Niyə deyirəm bunu? Çünki kitabın girişində zaten yəni bu yazılıbdı. Bu kitabı spoiler vermək kimi deyil də zaten yazılıbdı yəni burada. Yəni mağazada da almaq niyyətində də olmasa açıb baxsanız zaten bu yəni ilk səhifədə görünür deyə ona görə deyirəm. Bir qadının əri üçün elçi getməyi. Yəni təsirli yerləri o idi ki, xanım çox sevdiyi, canından çox sevdiyi həyat yoldaşı üçün başqa bir xanıma elçi gedir. Yəni kitabın sarsılan yeri o bir tək yəni təsirli yeri oydu. Qalanı belə qızın kasıblığından, müharibə dövründən ki, mən müharibə, savaş yazılan kitabları sevmirəm. Mən bunu bir dəfə də demişdim. Elxan Əlvatanın bütün kitablarını oxumuşam mən. Sadəcə Qan ləkəsi, bir də nə Jaguar, nəsə belə bir şey var, onu oxumamışam. O da sırf savaşdan danışır deyə, Qazinin ölümü kimi. Yəni bunları oxumamışam. O da savaşdan danışdığı üçün mən çox gerilirəm, çox pis oluram. Yəni o kitabları mənə çəkmir də özünə. Burada da yenə savaşdan danışırdı. Yəni çoxsu savaşdan gedirdi söhbət, savaş dövründən gedirdi ruslarla belə. Yəni bir bəy qızının bir çobana ərə getməyilə, çobanı necə sevməyindən qarşılıqlı sevgi olur. Deyim ki, yəni belə qarşılıqlı sevgi olur. Qadının gedib elçi düşməyi falan, burada ərinin də bir günah olmur. Nəysə, daha sonra da yəni bir dənə təsirli yeri oydu. Ondan sonra da zaten belə normal bir insanın başına gələ biləcək kasıblıq, yoxsulluq, kənd yeri, əkin, piçin, ölüm, itim, nəvə, nəticə, kötücə, piticə, yəni gəlib haralardan çıxır da. Çox da belə mənə sarsıdan bir kitab olmadı. Oxuduğum üçün, yəni o yaxşı ki oxudum da demirəm və niyə oxudum da demirəm. Zaten 2 günə qurtardım mən kitabı. 2 günə oxudum, qurtardım. Ən azından bu kitabdan söhbət düşsə bir anlayışım olar, yəni bir söhbət eləməyə bir anlayışım olar. Əgər belə dəhşət dərəcəsində maraqlı bir kitab istəyirsinizsə, onda seçiminiz bu olmasın. Əgər sadəcə oxuyum, oxuduğum kitablar içində bir bilgim olsun, rəfimdə dursun deyirsinizsə, normal kitabdır, alıb rəfinizə oxuyub qoya bilərsiniz. Amma belə çox da maraqlı, belə gedin mütləq alın, oxuyun deyəcəyim bir kitab deyildi.
Göndərənə təşəkkür edirəm. Çox sağ olsun. Yəni onluq bir şey yoxdur. Yanlış anlaşılmasın. Sənə kitab göndərildi, sən də bəyənmədin. Kitabı zaten o yazmayıbdı. O seçibdi sadəcə. Bunu mən də gedib seçib ala bilərdim. Zaten içini oxumasaq bilmirik ki, kitabda nə var. Göndərənə təşəkkür edirəm. Cibi dolu olsun, çox sağ olsun. Mən bunu rəfimdə saxlayacağam. Bu mənə hədiyyədir və hədiyyələri çox sevirəm. Getməyə hazırlaşırdım. Oğlum zəng elədi ki, işim çıxdı, mən bugün gələ bilmirəm. Axşam gəlib səni işdən götürərəm. Mən də gedə bilmədim. Artıq gündüzdən keçibdi. Rəna da atası gildədi bu günlərim. Ona görə də axşam yəqin ki, Qaqaş gəlib məni götürər. Nə bilim, gedərik, dönər falan bir şey yeyərik. Oradan keçərik evə. Niyə bilmirəm, mən sanki kiminsə maaşını xərcləyirəmmiş kimi burada qızlar buna çox cırnayırlar. Mənim uşaqlarımdan vaxt keçirtməyim, mənim uşaqlarımdan gəzməyim, əylənməyim, deməyim, gülməyim, yeməyim, içməyim. Sanki kiminsə cibindən gedir, sanki kiminsə həyatından gedir kimi qıcıqlanır. Gəlirlər, yazırlar, fast food yeyirsən, gəzirsən, əylənirsən, oxuyursan, oynayırsan. Kimə nə bilmirəm, mən heç kimdən bu dərəcədə də məşğul deyiləm deyə mən özümü və ailəmi o qədər sevirəm ki, onlardan kəsib kimsənin həyatından maraqlanmıram deyə mənə qəribə gəlir. Nəysə, siz də yeyin, için, gəzin, əylənin. O da sizin öz işinizdir, mənim də öz işimdir. Burada artıq oğlum gəldi, götürdü. Qəşəng getdik, dostunun maşınını götürmüşdü. Qəşəng deyə, gülə, oxuya, oynaya getdik. Onu da qeyd edeyim. Bu video Məhərrəm ayı daxil olmamışdan öncə çəkilibdi. Gəlib yenə başlamayan xristiyanlıqdan keçməyin də bunlara. Nəysə, bu sözümü də belə tıqqılı bir araya sığışdırmış olum. Getdik qəşəng oğlumla bastırma kebab istədik. Dedik ki, gedək bastırma kebabı yeyək. Park Piramidada çox qəşəng bastırma kebabı verirlər. Oğlum dedi ki, gedək ora, orada yeməyimizi yeyək, daha sonra keçərik evə. Burada artıq gedirik ora. Eşitti bak Leyla nişanlandı, ama peşmandı vefasız. Bir şeyimiz de burada keçib, son rəngimiz. Yadımdadır. O gün qabağıma çıxmışdı Aygın. Daha doğrusu izləyicilər dedi ki, şeydir. Nə qədər böyük yüksəklə. Yox, dedilər ki, vlogları önərir. Dedi ki, şeydir. 9, 6. 6'dır mı? Gəl 6'dır. Mən bura bir sən nəyə gəlmişəm? Biz bura sən nə vaxt gəlmişdik? Mən provamı alanda sən məni bura gətirmişdin. Əlavətən mən şey işləyəndə biz qəşəng yeməyimizi yedik, əyləndik, bol-bol söhbət elədik. Biraz bu kanal işlərini müzakirə elədik. Xanımla görüntülü danışdıq, ona da başa saldıq, onun fikirlərini soruşduq, ona fikirlər öyrətdik, dedik. Xanım zaten SMM işləyibdi, ona görə başı çıxır, çox qəşəng anlayışı var belə işlərdən. Nəysə, qəşəng əyləndik, dedik, güldük, ondan sonra da getdik evimizə. Gələn, izləyən, gözəl şərh yazan, gözləri gözəl görən, gözləri götürən, ürəyi gözəl, dili şirin, qəlbi təmiz insanlara təşəkkür edirəm. Qəlbi kirli insanlar. Siz sözünüzü mənə burada deməyin. Çünki deyə bilməyəcəksiniz. Siz sözünüzü mənə gedin başqa yerdə deyin. Halal, halal, halal xoşunuz olsun. Gedin başqa yerdə danışın. Siz burada yazanda mən onları artıq heç təsdiqləmək üçün belə görməyəcəm. Əziyyətiniz özünüzə qalacaq, əziz xanımlar. Ona görə də gedin başqa yerdə danışın. Mən icazə verirəm mənim haqqımda. Videolar çəkin, canlılar açın, söhbətlər eləyin. Məni bunlar narahat eləmir. Yəni siz narahat eləməyə çalışırsınız, amma məni narahat eləmir. Mən öz həyatımı yaşayıram. Siz izləyin, siz daralın, siz yazın, mən də yaşayım. Buradakı gözəl xanımlara təkrardan təşəkkür edirəm. Yanımda olan, dəstək olan, gözəl yazan, gözəl görən hər kəsin həyatı gözəl və işıqlı olsun. Özünüzə yaxşı baxın, hələlik. Cibin dolu olsun, ay qaqam. Təşəkkür edirəm, çox sağ ol. Oldum. Bir daha girəməzsin. Təşəkkür.
Buyur. Nerede bitecek benim hayatım?